Sizcə Azərbaycanda iki təkərli nəqliyyat vasitələrinin statistikasında sizcə nə qədər önəm daşıyır Azərbaycanda velosiped, motosiklet? Son vaxtlar çoxalıblar əslində. Yox, faiz olaraq deyin ki, məsələn, ümumi bazarın tutaq ki 1%, 2%, 3%, 5%. O çətinlik çəkərəm vəbşə. Mən sizə deyim, bugünkü gün hesablayanda nömrəli nömrəsiz hardasa ümumi bazarın təqribən 3%-dir. Nömrəli nömrəsiz. 3%. Nömrəli nömrəsiz. Yəni təqribən 50 minə qədər skuter, velosiped, motosikletimiz var. Nömrəli nömrəsiz. Qeydiyyatda olan azdır. Nömrəli azdır. Buna da səbəb bu skuterların çatdırılma ilə bağlı dəstək oldu. Bu pandemiya vaxtında bu inkişaf elədi. Bəs sizə belə bir sual versəm. Bizim 1-ci Qarabağ müharibəsi dövründə statistikamıza əsasən 90-cı illərin əvvəllərində ümumi nəqliyyatımızın neçə faizi iki təkərli idi? Daha çox idi. 30 neçə faizi. O. Dövlət Statistika Komitəsində açın baxın.